Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz maşın və mexanizmlər haqqında məlumatdır. Bu mövzudan biz maşın haqqında, mexanizmlər haqqında məlumat əldə edəcəyik. Dedik ki, bizim inkişafımızda, texniki tərəqqinin inkişafında buxar maşınıdır, elektrik generatoru, daxili yanma mühərriki, avtomobil, təyyarə, hansı ki, müxtəlif materialları emal edən dəzgahlar, radio, televiziya, kompüter və s. kimi kəşflər mühüm rol oynayır. İnsan iş fəaliyyətində müxtəlif maşınlardan istifadə edir. Onların istifadə olunmasında əsas məqsəd nədir? İnsan əməyinin yüngülləşdirilməsi. Bəli. Deməli, hansı ki, bu maşınların bizim üçün əsas məqsədi nə imiş? İnsan əməyinin yüngülləşdirilməsi imiş. Bəs maşın nədir? Maşın enerji, material, məlumatı çevirmək üçün, enerjini, materialı və məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Deməli, maşın nə imiş? Texniki qurğuymuş. Nə üçün imiş? Enerji, material və məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən. İndi bunu dərs əsnasında açıqlayacağıq. Mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Baxın, hansı ki, dedik ki, enerjidir, materialdır, bir də məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Gəlin baxaq, burada torna dəzgahı. Torna dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqondur. Yəni, bunlar nə işə baxırlar? Hər hansı bir pəstahı, hər hansı bir materialı biz emal edirik bununla. Bax, burada da olduğu kimi, hansı ki, enerji, materialı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Deməli, yerinə yetirdiyi funksiyadan asılı olaraq maşınlar aşağıdakı cədvəldə göstərilən növlərə bölünür. Deməli, maşınlar, iş maşınları, energetik maşınlar və məlumat maşınları olaraq üç hissəyə bölünür. İş maşınları və ya texnoloji maşınlar, energetik maşınlar, məlumat maşınları və qurğular. Üç yerə bölünür. Bu iş maşınları özü də 1, 2, bu da 3. İş maşınları özü də, baxaq, 1, 2, 3, 4 yerə bölünür. İş maşınları, texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar və məişət maşınları olaraq 4 yerə bölündü. Texnoloji maşınlar texnoloji məqsədlər üçün, texnoloji əməliyyatlar aparmaq üçün lazım olan maşınlardır. Torna dəzgahı, burğu dəzgahı. Burğu dəzgahı, hansı ki, biz metal və ya oduncaq üzərində deşmə əməliyyatını, burğulama əməliyyatını aparmaq üçün istifadə edirik. Ştamplamadır, ştamplama dəzgahıdır, laqondadır. Bax, bunlardan biz texnoloji məqsəd üçün istifadə edirik. Nəqliyyat maşınları. Nəqliyyat maşınları hansı ki, sərnişinlərin, yüklərin bir yerdən digər yerinə daşınması üçündür. Sərnişin və yük avtomobilləri, təyyarələr, qatarlar, gəmilər, metrolar. Bax, bunlar nəqliyyat maşınıdır. Nəql edici maşınlar, yükün bir yerdən digər yerə nəql olunması, daşınması. Nasoslardır, yük qaldırıcı kranlardır, transportyorlardır, liftdir, eskalatordur, elektrokardır, ekskavatordur. Yəni, bir çox nəql edici maşınlar var və bunlara nümunə olaraq qeyd olunmuşdur. Məişət maşınları, hansı ki, məişət maşınları bizim evdə daima istifadə etdiyimiz toz sorandır, paltar yuyandır, qab yuyan maşındır, ət çəkən, şirə çəkən, mikser, kondisioner, sərinləşdirici, tikiş maşını. Kondisionerlə sərinləşdiricinin fərqi ondadır ki, kondisioner həm soyudur, həm isidir. Amma sərinləşdirici isə sadəcə ventiliasiya sistemi ilə sərinlik verir, sərinləşdirir. Tikiş maşını. Bax, bunlar hamısı məişət maşınlarına aiddir. Dedik ki, iş maşınları 4 yerə bölündü. Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar, bir də məişət maşınları. Energetik maşınlar.
Energetik maşınlar elektrik enerjisi generatoru, elektrik mühərriki, daxili yanma mühərriki, reaktiv mühərrik. Baxın, mühərriklər, generatorlar, yəni bunlardan biz enerji alırıq. Enerji aldığımızdan energetik maşınlar sırasına daxil olur. Məlumat maşınları və qurğuları. Elektron hesablayıcı maşınları. Biz hesablama apara bilirik, düzdür? Televizorda məlumat ala bilirik, radioda məlumat ala bilirik, kompüterdə məlumatı emal edə bilirik, saxlaya bilirik, ötürə bilirik. Notebookda həmçinin maqnitofondur, videokamera, fotoaparat, bir də ki, video qeydiyyatçı, qurğu. Bax, bunlar məlumat maşınları və qurğulara aiddir. Gəlin bu slaydımızı ümumiləşdirək. Dedik ki, maşınlar 3 yerə bölünür. İş maşınları da, energetik maşınlar da, bir də ki, məlumat maşınları. İş maşınları özü neçə yerə bölündü? Bəli, iş maşınları 4 yerə bölündü. Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar, məişət maşınları. İş maşınları nə üçündür? İş maşınları materialları dəyişdirir, yükləri və insanları daşıyır. Bəli, hansı ki, burğu dəzgahında, torna dəzgahında, nə bilim, laqonda da, ştamplama dəzgahında biz nə edirik? Materialları dəyişə bilirikmi? Bəli. Sonra, nəqliyyat maşınlarında yükləri və ya insanları daşıya bilirikmi? Deməli, iş maşınları nəyə xidmət edir? Materialları dəyişir, yükləri və insanları daşıya bilir. Energetik maşınlar. Energetik maşınlar bir növ enerjini digərinə çevirən maşınlardır. Məsələn üçün, biz generatordan enerji ala bilirik. Elektrik enerjisi generatorundan. Nə dedik burada? Enerjini digərinə çevirən maşınlardır. Məlumat maşınları bir növ məlumat maşınları nə edir? Digər məlumata çevirir, məlumat toplayır, emal edir, saxlayır, istifadə etmək üçün nəzərdə tutulmuşdur. İş maşınları 4 əsas hissədən ibarətdir. İş maşınları 4 əsas hissədən ibarətdir. Baxın, 4 yerə bölünür və bu fərqlidir. Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar, məişət maşınları. Bir də var ki, iş maşınlarının 4 əsas hissəsi var. Daxilindən söhbət gedir. Mühərrik, ötürücü mexanizmlər, işçi orqanlar, idarəetmə mexanizmi. Mühərrik dedik, ötürücü mexanizm dedik, işçi orqanlar dedik, bir də idarəetmə mexanizmi dedik. Yəni, hər iş maşınının daxilində biz mühərriki görə bilirik, ötürücü mexanizmləri görə bilirik, işçi orqanları görə bilirik, idarəetmə mexanizmini görə bilirik. Gəlin, ümumilikdə baxaq görə mexanizm nədir? Mexanizm maşının, cihazın, aparatın, onları işə salan daxili qurğudur. İşə salan daxili qurğudur. Bəs maşın nə idi? Maşın texniki qurğuydu. Maşın hansı ki enerjidə, materialda məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Amma mexanizm isə daxili qurğudur. Hansı ki bizim iş maşınlarının daxilində yerləşir. İdarəetmə mexanizmi lazım olan texnoloji əməliyyatları yerinə yetirir. Texnoloji əməliyyatlar hansılardır? Kəsmədir, deşmədir, nə bilim, yonmadır, burğulamadır. Deməli, idarəetmə mexanizmi lazım olan texnoloji əməliyyatları yerinə yetirir və hərəkəti pəstaha və alətə ötürür. Burğu və torna dəzgahlarında idarəetmə orqan şpindeldir. Əgər patron və ya burğu qoşulmazsa. Deməli, burğu və torna dəzgahlarında idarəetmə orqan, patron və burğu qoşulmadıqda şpindeldir. Baxın, torna dəzgahında, burğu dəzgahında hansı ki idarəetmə orqanı nə oldu? Nə idarə edir burğunu? Şpindel. Yayma dəzgahında vallardır. Deməli, biz hər hansı bir məmulatı, metal məmulatı yaymaq istəyirik, düzdür? Biz onda işçi idarəetmə orqanı olaraq nədən istifadə edəcəyik? Bax, bu vallardan. Bu vallar yayma işini aparır. Torna dəzgahında işçi orqan
Yenə baxın, torna dəzgahında işçi orqan, kəsicisi olan patron qoşulmuş şpindeldir. Kəsicisi olan patron qoşulmuş şpindeldir. Deməli, şpindelə nə qoşulur? Şpindelə patron qoşulur. Əgər burğu dəzgahıdırsa, burğu dəzgahında burğu qoşulur. Torna dəzgahında isə hansı ki, şpindelə patron qoşulub, bir də onun kəsicisi var. Kəsicisi olan, işçi orqan kəsicisi olan patron qoşulmuş şpindeldir. Şpindel nədir ümumiyyətcə, müəllimlər? Şpindel poladdan hazırlanan valdır. Poladdan hazırlanan valdır. Sağ ucunda dəyişdirilə bilən patronların bərkidilməsi üçün xüsusi yiv var. Deməli, torna dəzgahında şpindelə patron qoşulur. Patronda da biz onun ucluqlarını dəyişə bilirik. Ola bilsin ki, balaca bir məmulatı biz emal etmək istəyirik. Nazik ucluqlar taxırıq. Ola bilsin ki, böyük kötüydür. Biz onu yonmaq istəyirik. Onda biz nədən istifadə edirik? Biz onda daha böyük, hansı ki, mildən istifadə edirik. Daha sonra mühərrik nədir? Mühərrik hər hansı bir enerji növünü, baxın, hər hansı bir enerji növünü mexaniki işə çevirən qurğudur mühərrik. Deməli, biz enerjidən istifadə edirik, hər hansı bir məmulatı vurğulayırıq. Neynədik? Mexaniki işə çevirdiyimi? Bəli. Daha sonra biz mühərrikdən istifadə edərək məişətdə ət çəkən maşından necə istifadə edirik? Mühərrikdən istifadə edirik. Enerjidən mühərrikə, mühərrikdən də hansı ki, şnekli val, bıçaq vasitəsilə biz əti doğrayırıq. Həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir mühərrik. Bəli, həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur. Daha sonra bizim burada mexanizmlərimiz var. Mexanizmlər hansı ki, A şəklində qayış ötürməsidir. B şəklində dişli ötürmədir. Baxın, dişlər bir-birinə keçərək fırlanmanı həyata keçirə bilir. C şəklində zəncir ötürməsidir. Baxın, dişli çarxlardır. Bir də zəncirdir. Dişli çarxların fırlanması nəticəsində zəncir də fırlanır. C şəklində vintli ötürmədir. Baxın, burada vintlər dişli çarxa qeydirilərək, belə deyək, ötürməni həyata keçirə bilir. D şəklində də dişli tamasalı ötürmədir. Dişli tamasalı ötürmədir. Baxın, tamasada nazik lövhə demişdik tamasaya. Dişli, diş var, bir də ki, tamasası var. Ötürücü mexanizm hərəkəti elektrik mühərrikindən işləyən orqana ötürür. Deməli, bax, bu ötürücü mexanizmlər, hansı ki, qayış ötürməsi, elektrik mühərrikindən hərəkəti alır, hansı ki, işləyən orqana ötürür, icra edən orqana ötürür. Məsələn üçün, biz tikiş maşınının nümunə gətirə bilərik. Tikiş maşınında qayış ötürməsi var. Sonra burğu dəzgahında qayış ötürməsi var. Mühərrikdən, belə deyək də, enerjini alır, hərəkəti alır və işləyən orqana ötürür. Qayış ötürməsi ötürücü mexanizm kimi tikiş maşınında, burğu və torna dəzgahlarında istifadə edilir. Bəli, burğu və torna dəzgahlarında da qayış ötürməsindən istifadə olunur. Sonra hərəkətin ötürülməsi və onun xarakterinin dəyişdirilməsi üçün hərəkətin ötürülməsi və dəyişdirilməsi mexanizmlərindən istifadə olunur. Hərəkətin ötürülməsi və dəyişdirilməsi mexanizmlərindən. Deməli, fırlanma hərəkətini nisbətən böyük məsafələrə ötürmək üçün üzərinə yastı qayış keçirilmiş iki qasnaqdan, baxın, qasnaqlar bunlarda, iki qasnaqdan ibarət qayış ötürməsindən istifadə edilir. Fırlanma hərəkətini nisbətən böyük məsələn üçün biz tikiş maşınında pedaldan istifadə edərək fırlanmanı böyük məsafələrə ötürmək istəyirik. Bu nə deməkdir? Məsələn üçün, biz pedaldan istifadə edirik və fırlanmanı hansı ki, bu qasnaqların sayəsində
qayış ötürməsinin sayəsində biz tikiş işi görə bilirik. İstənilən maşında, həmçinin bəzi tərtibat və alətlərdə hərəkət bir detaldan başqasına ötürülür. Hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün bu ötürücü mexanizmlərdən istifadə olunur. Deməli, ötürücü mexanizmlər nə üçün imiş? Hansı ki, hərəkətin ötürülməsi və dəyişdirilməsi. Bu dəyişməni biz dəyişmə nədən qaynaqlanır? Mühərrikdən. Biz hərəkəti mühərrikdən alıb, hansı ki, elektrik mühərrikindən alaraq orqana ötürə bilirik. Onların müxtəlif növləri var. Məsələn, əl və elektrik drelində dişli ötürmədən. Baxın, dişli ötürmə budur. Deməli, əl və elektrik drelində dişli ötürmədən, velosipeddə zəncir ötürməsindən istifadə olunur. Dülgər, hansı ki, xarrat verstaklarının sıxaclarında, baxın, C şəklindən istifadə edirik. Hansı ki, biz sıxacları böyüdüb kiçiltmək üçün, hansı ki, C şəklində olan vintli ötürmədən istifadə edirik. Sonra, ətçəkən maşında vintli mexanizm C şəklində. Bəli, ətçəkən maşında vintli mexanizmdir. Daha sonra dəzgahlarda dişli tamasalı ötürmə, yəni şəkil D-də olan hansı ki, dişli tamasalı ötürmədən biz istifadə edirik. İzahını da verdik bayaqları, bir dediyim qasnaq nədir? Ötürücü qayışa hərəkət verən xüsusi çarxlarda, baxın, çarxlar bunlardır, bu qayışa hərəkət verir. Əgər qasnaqların diametri eyni deyilsə, onda hərəkətin ötürülməsi prosesində aparan qasnağın fırlanma tezliyi dəyişir. Deməli, qasnaqların diametri eyni deyilsə, hərəkətin ötürülməsi prosesində aparan qasnağın fırlanma tezliyi dəyişəcək. Eyni olarsa dəyişmir. Eyni deyilsə, hansı ki, diametrlər eyni deyilsə dəyişəcək. Fırlanmanın çoxalma və azalmasını göstərən rəqəm ötürmə nisbəti adlanır. Baxın, ötürmə nisbəti, ötürmə ədədi i ilə işarə olunur. Aparılan qasnağın diametrinin, baxın, aparan qasnağın diametrinə nisbəti ötürmə ədədi adlanır. Ötürmə ədədi i hərfi ilə işarə edilir. Hesablama aşağıdakı düstur üzrə yerinə yetirilir. Deməli, dedik ki, aparılan qasnaq, aparan birinci qasnaqdır, qabaqda 1 gedir, düzdür? Arxasıca içinə aparır. Ona görə də bu aparılan qasnaq olur. Deməli, aparılan qasnağın diametri, aparan qasnağın diametrinə nisbəti nə oldu? Ötürmə ədədi adlandı. Burada M1, N2 var. M1 nə idi? Aparan idi, düzdür? Aparılan qasnağın dövrlər sayı, N dövrlər sayıdır. Aparan qasnağın dövrlər sayı, aparılan qasnağın dövrlər sayına nisbəti, bu da ötürmə ədədidir. Biz hansı ki, düsturlar sayəsində qasnağın diametrini, qasnağın dövrlər sayını tapa bilirik və yaxud da ötürmə ədədini tapa bilirik. Deməli, bizdən əgər aparan qasnağın diametrini istəyirsə, düsturdan necə çıxarırıq? D2-ni N2-yə vururuq, bölürük D1-ə. Yox, əgər bizdən aparılan qasnağın dövrlər sayını istəyirsə, onda N2 bərabərdir. M1 vurulsun D1, yəni aparan qasnağın dövrlər sayı vurulsun aparan qasnağın diametrinə və bölünsün aparılan qasnağın diametrinə. Yəni, bu formada M1-i istəyərsə, bərabərdir, burada da qeyd edeyim. N2 vurulsun D2 bölünsün D1. Yəni, düsturdan bu cür özümüz üçün hesablamaq üçün düsturlar çıxarırıq. Məsələyə uyğun.
Məsələn, burada aparan qasnağın diametri D1-i verib bizə 50. D1-i verib 50. Aparılan qasnağın dövrlər sayını. Aparılan hansı idi? 1 aparandır, arxasıca aparır içini. Aparılan oldu 100. Aparan qasnağın dövrlər sayı. Aparan qasnağın dövrlər sayı 80. Bizdən soruşur D1. D1 oldu sual. Düzdür? D1 bərabərdir. Aparılan qasnağın diametrini soruşursa, bəli, M1 vurulsun D1. Mən nəyi səhv yazdım burada? Aparan qasnağın diametrini, bəli, aparan demişəm, aparılana yazmışam. Bizdən D1 istəyir. Aparan qasnağın diametri 50-dir. Bu sualdır. Bunu silin. Deyirəm, niyə düz gəlmir? Deməli, aparılan qasnağı soruşursa, aparılan qasnaq D2-dir, sualdır. M1 vurulsun D1. 50 vurulsun 80. Bölünsün N2-yə. 80-i 50-yə vuranda, 100-ə böləndə alınacaq bizim hansı ki, aparılan qasnağın diametri 40 mm oldu. Belə, bu mövzumuz bu qədər.